Salam, əziz coğrafiyaçılar. Bu günləri Azərbaycanın relyefi testlərinin 42 testdən ibarət olan eksogen relyef formaları testlərin izahına baxacaq. Birinci suala baxaq. Qobustan, Ceyrançöl, Acınohor və Naxçıvan orta dağlıq əraziləri üçün səciyyəvi olan relyef formaları. Göründüyü kimi Qobustan, Abşeron, Ceyrançöl, Acınohor və Naxçıvanın orta dağlığı quraq ərazilərdir. Təxminən bax həmin ərazilərin relyefi. Arid quraq ərazilər. Naxçıvanın bilirik ki, orta dağlığında meşə qurşağının yerində kserofit bitkilər yerləşir. Yəni quru dağ çölləridir, quraq ərazilərdir. Təxminən bax bu relyef formalaşır. Həmin ərazilər arid denudasyon relyef formaları hesab edilir. 2-yə baxaq. Denudasiya prosesinin daha intensiv getdiyi ərazilər. Denudasiya prosesi nələrdir? Yaylalar. Yaylaların yaranması üçün yüksəklik ərazilər olmalıdır. Yəni, misal üçün, istər qədim, istər cavan dağ olmalıdır ki, onun yüksək hissəsi hamarlansın, parçalansın, denudasiyaya məruz qalsın və hamarlansın. Yəni, yüksək ərazilər, dağlıq ərazilər olmalıdır. Şirvan düzü olmaz. Samur dəvəçi ovalıq ümumiyyətlə akkumulyativ düzənliklərdir, olmaz. Kür-Araz ovalığı eynən. Böyük Qafqaz Samur dəvəçi ovalığı eynən. Baş Qafqaz silsiləsi və yan silsilə. Hər biri dağlıq ərazilərdir. Orada parçalanma, denudasiya sürətli gedir. Azərbaycandakı akkumulyativ düzənlikləri müəyyən edin. Yəni, bizdən soruşur ovalıqları. Gəncə Qazaq düzü. Fikir verin bu ərazi. Sonra, Abşeron və Qarabağ düzü. Abşeron düzü və Qarabağ düzü. Bax bu ərazilər. Gəncə Qazaq düzü bu hissə, Qarabağ düzü bu hissə və Abşeron. Bizə konkret çökək ərazilər lazım olduğu üçün bu əraziləri götürə bilmirik. Çünki bizə ovalıq, konkret ovalıq lazımdır. Çünki akkumulyativ düzənlik deyirsə, bizə nələr lazımdır? Ovalıqlar. Yəni düzlər yox. Misal üçün, Gəncə Qazaq düzü, Qarabağ düzü olsun. Bu ovalıqdan yaylaya keçən hissələrdir təxminən. Ona görə A olmaz. Qusar maylı düzənlik Qobustan ümumiyyətlə olmaz. Nisbətən həmsinin Qarabağ vulkanik yayləsi də olmaz. Kür-Araz ovalığı olar. Qobustan, Qarabağ yayləsi olmaz. Ceyrançöl, Acınohor, Arazboyu, Qanıq əyrisi. Bax, Qanıq əyrisi düzənliyi olardı. Arazboyda olar, amma Ceyrançöl, Acınohor nisbətən fikir verin, yüksək ərazilərdir. Ona görə olmaz. İndi fikir verin, Kür-Araz ovalığı birbaşa, Samur dəvəçi ovalığı, Lənkəran ovalığı. Birbaşa hamısı nələrdir? Hamısı ovalıqlar hesab edilir. Zaten akkumulyativ düzənliklər deyəndə bizim ağlımıza ovalıqlar gəlir. 4-cü suala baxaq. Azərbaycanda moren çöküntülərinin daha geniş yayıldığı ərazilər. Yəni, morenlər, buzlaq relyef formaları. Necə? Buzlaq. Buzlaq relyef formaları, bax, bir də morenin burada şəkili var, onu görsədim sizə. Morenlər, moren təpələri, tirələri. Fikir verin, buzlaqlar vaxtla axıb bu hissədən gəlib burada morenləri əmələ gətirib. Buzlaq relyef formaları olmalıdır. Soyuq ərazilər. Azərbaycan üçün deyiriksə, yüksək dağlıq ərazilər. Kiçik Qafqazın orta dağlığı meşə qurşağı da olmaz. Lənkəran ovalığı olmaz. Acınohor, Ceyrançöl, alçaq dağlığı olmaz. Böyük Qafqazın dağ ətəyi yox. Böyük Qafqazın yüksək dağlıq hissələri ki, orada soyuq ərazilər olsun, buzlaq relyef formaları müşahidə edilə bilsin. 5-ci suala baxaq. Azərbaycanda külək eroziyasının ən çox yayıldığı ərazilər. Külək eroziyası təxminən ölkəmizin yarım səhra ərazilərində müşahidə edilməlidir və bu külək eroziyası da ölkəmizdə ən çox, demək olar ki, Abşeron, Qobustanda hiss olunur. Abşeron, Qobustanda külək eroziyası ölkəmizdə demək olar ki, ən çox həmin ərazilərdə baş verir. Abşeron və Qobustan yarımadasında. Növbəti 6-cı sual. Azərbaycanda sel və sürüşmə hadisələrinin daha çox müşahidə olunduğu ərazilər. Sel və sürüşmə hadisələri ümumiyyətlə Böyük Qafqazda sürüşmə hadisələri ölkəmizdə ən çox baş verən ərazilərdir. Misal üçün, Şamaxı zonası konkret daha çox baş verir sürüşmələr. Nəyə görə? Sürüşmələrin baş verməsi üçün 1. Su keçirən suxur
su keçirməyən layın üzərində yerləşməlidir və necə hadisə olmalıdır ki, həmin ərazidə təsəvvür edin ki, bax bir təpə var, onun üzərində su keçirən, bax bu su keçirməyən suxurdur, bu isə su keçirən suxurdur, toplanıb burada. Şiddətli yağışlar yağan zaman gəlir bu yağış damlaları bu torpağın üstdəki su keçirən suxurdan keçir və altdakı su keçirən suxurdan keçə bilmədiyi üçün bu iki suxur arasında sürüşkənlik yaradır və bu üstdəki su keçirən suxur sürüşür gəlir aşağıya doğru və bu da hesab edilir sürüşmələr. Aydındır. Bu da ölkəmizdə ən çox Böyük Qafqaz dağlarında baş verir. Böyük Qafqazın şimal-şərq və cənub-şərq yamacları. Növbəti 7-ci sual. Böyük Qafqazın cənub yamaclarında sürüşmələrin baş verməsinin əsas səbəbləri. Bax, dediyim kimi, əsas səbəblər nə ola bilər? Su keçirən gilli suxurların üzərində, su keçirən gilli suxurların üzərindəki qumlu çınqıllı laylarda qurun sularının toplanması. Yəni, su keçirməyən layın üzərində, həmin o gilli suxurların üzərində su keçirən suxurların, qumlu çınqıllı layların toplanması və həmin suxurların aşağıya doğru sürüşmələrə səbəb olur, dediyim kimi. Növbəti 8-ci suala baxaq. Böyük Qafqazın cənub-şərqində Yarğan Qobu şəbəkəsinin geniş yayılmasının səbəbi. Böyük Qafqazın cənub-şərqi, təxminən söhbət Abşeron Qobustandan gedir. Bu ərazilərdə Yarğan Qobu şəbəkəsinin geniş yayılmasının səbəbi nədir? Əlbəttə ki, həmin ərazilərdə quraq iqlim, arid denudasyon relyef formasının olması, arid iqlim şəraiti və yumşaq gilli suxurların olması. Həmin ərazilərdə arid ərazilər olduğu üçün yarğanlar, qoblar yarana bilir. Yarğanlar, qoblar yoldaşlar, baxın, yarğan budur. Müvəqqəti şiddətli axan suların yaratdığı yarğan, bu yarğanın son halı, dibini ot, kol basandan sonra, bükəndən sonra çevrilir, bax bu formada olur qobu. Aydındır. Bunlar da əsasən arid denudasyon quraq ərazilərdə olur ki, misal üçün Azərbaycanda Abşeron Qobustanda daha çox müşahidə edilir. Həmçinin Ceyrançol, Acınohorda. Növbəti 9-cu sual. Qapıcıq, Gömürgöy, Camışdağ üçün ümumi əlamətləri müəyyən edin. Qapıcıq harada yerləşir? Naxçıvanda Zəngəzurun ən hündür zirvəsi hesab edilir. Gömürgöy Talışın ən hündür zirvəsidir. Camışdağ da Murovdağın ən hündür zirvəsi hesab edilir. Bizdən nə istəyir? Baxaq. Bunların üçün ümumi əlamətləri müəyyən edin. Baxaq. Qar xəttindən yuxarıda yerləşirlər. Xeyr, bunlardan qar xəttindən yuxarıda yalnız Qapıcıq yerləşir. Ona görə 1 olmaz. Kiçik Qafqaz tektonik zonasında aiddirlər. İstər Camışdağ, bax bu əraziləri qeyd edeyim. İstər Camışdağ, istər Gömürgöy, istər dəsə Zəngəzurdakı Qapıcıq. Hər biri Kiçik Qafqaz tektonik zonasında yerləşirlər. Ona görə 2-ni götürürük. Mülayim isti iqlim tipi hakimdir. Hər birində deyir ki, mülayim isti iqlim tipi hakimdir. Ümumiyyətlə, yüksək dağlıq ərazilərdə dağ tundra iqlimi müşahidə edilir ki, Naxçıvanda ümumiyyətlə mülayim isti iqlim tipi yoxdur, soyuq iqlimlər və dağ tundra iqlimi var. Ona görə 3-ü götürə bilmərik. Ölkəmizin qərbində yerləşirlər. Talış dağları ölkəmizin şərqindədir, digərləri isə qərbindədir. Bu fikrə görə biz 4-ü də götürə bilmərik. Yerləşdikləri təbii vilayətlərin ən hündür zirvələridir. Yerləşdikləri təbii vilayət, misal üçün, Talış təbii vilayətində ən hündür Gömürgöydür. Qarabağda ən hündür Camışdağdır. Naxçıvanda da bəli, ən hündür Qapıcıqdır. Bu uyğun fikirdir. Aid olduqları silsilədə vulkan mənşəli suxurlar yayılmışdır. İstər Talışda, istər Qarabağda, istər də Naxçıvanda vulkanik mənşəli suxurlar yayılmışdır. Bu da oxşar xüsusiyyətdir. 2, 5, 6 C variantı. 10-cu suala baxaq. Sürüşmə və sellərin Kiçik Qafqazda nisbətən Böyük Qafqaza
daha çox tez-tez baş verməsinin səbəbi, yoldaşlar, biz bilirik ki, Kiçik Qafqazda maqmatik suxurlar üstünlük təşkil edir. Böyük Qafqazda maqmatik suxurlar yoxdur. Gilli suxurlar üstünlük təşkil edir. İndi sizdən soruşuram ki, hansı suxurlarda sürüşmə daha çox olar? Əlbəttə deyəcəksiniz ki, müəllim, gilli suxurlarda sürüşmələr çox ola bilər. Kiçik Qafqazda maqmatik suxurlar olduğu üçün bu ərazilərdə suxurlar bir-birinə möhkəm yapışıb və bunlarda sürüşmə çox az müşahidə edilir. Böyük Qafqazda gilli suxurların, ümumiyyətlə Kiçik Qafqazda vulkanik, maqmatik suxurların çox olması sürüşmələrin az olmasına səbəbdir. Kiçik Qafqazda vulkanik, Böyük Qafqazda isə çökmə, gilli suxurların geniş yayılması. Yəni Y variantı. Digər 10-cu suala baxaq. Kiçik Qafqaza nisbətən Böyük Qafqazda sürüşmə və sellərin daha çox olmasının səbəbi eynən. Səbəb Böyük Qafqazda yağıntıların çox düşməsi və meylliliyin daha çox olması. Bir də suxurların, həmin gilli suxurların üstünlük təşkil etməsi və meyillilik, bir də ki, meyillilik bəlli məsələdir ki, çox olması. Digər variantlara baxaq. Deyək, Kiçik Qafqazda qədim, Böyük Qafqazda isə cavan dağlar. Xeyr, hər biri cavan dağdır. Böyük Qafqazda yağıntıların çox düşməsi və ən qədim suxurların olmaması. Xeyr, suxurun qədim cavan olmağının bu sürüşmə ilə nə əlaqəsi var ki? Ona görə C deyil. Kiçik Qafqazda meşə və çəmən meşə landşaftlarının çox yayılması. Xeyr, bu Böyük Qafqazda da kifayət qədər yayılıb meşə çəmən landşaftı. Kiçik Qafqazda yağıntıların az düşməsi və yamacların meyilliliyinin çox olması. Xeyr, əksinə Böyük Qafqazda meyilliliyi çoxdur. Kiçik Qafqazda yox. 12-ci suala baxaq. Nə deyir? Böyük Qafqazın şimal-şərq yamacında, Böyük Qafqazın şimal-şərq yamaclarında dar, dərin, kanyonvari çay dərələrinin yaranmasının səbəbi. Samur çayı, Qusar çayı, Qudyal çayı, Qara çay, Vəlvələ çayın üzərində kanyonvari V şəkilli çay dərələrinin yaranma səbəbi odur ki, burada çayların meyilliliyi çoxdur. Bir də ki, oradakı suxurların yuyulma qabiliyyəti daha çoxdur ki, V şəkilli kanyonvari çay dərələri əmələ gəlir. Yumuşaq suxurların geniş yayılması, bir də ki, dik meyilliliyin çox olması, yəni dik relyef. Digər variantlara baxsaq, deyir, çayların əsasən buzlaq suları ilə qidalanması. Buzlaq suları ilə qidalanırlar, bəli. Amma bu səbəb deyil. Orada suxur yuyula bilən olmalıdır ki, orada kanyon yarana bilsin. Ərazidə çayın yuyulan suxurların geniş yayılması və sıx çay şəbəkəsi. Ərazidə çətin yuyulan suxurlar yox, asan yuyulan suxurlardır, ona görə yaranır kanyon. Çayların əsasən yağış suları ilə qidalanması, ümumiyyətlə, buradakı çaylar əsasən buzlaq suları ilə qidalanır, dağ çaylarıdır. Çayların birbaşa Xəzərə tökülməsi, intensiv yağışların yağması, Xəzərə tökülmə də bir səbəb deyil. Çayın, yəni hara töküldüyü kanyonun yaranmasına bir səbəb deyil. Kanyonun yaranmasının əsas səbəbi bir həmin ərazidəki çayın meyilliliyi yüksək olmalıdır, yəni diklik çox olmalıdır. Bir də ki, oradakı suxurlar yuyula bilən suxurlar olmalıdır. Növbəti 13-cü suala baxaq. Ərazisinin xeyli hissəsi dünya okeanı səviyyəsindən aşağıda yerləşən düzənliklər. Yəni, bizdə istəyir ki, seçək hansı düzənlikləri Xəzər dənizinin sahillərində və yaxud da bax, bu hissələrə qədər olan düzənlikləri seçməyimiz istəyir. Baxın, təxminən, baxın, bu hissələrə qədər olan düzənlikləri bizdən istəyir. Hətta Kürlə Araz çayının qovuşduğu Sabirabad rayonunda belə alçaqlıq dəniz səviyyəsindən -11 metrə aşağıdadır. Baxaq indi. Dünya okeanı səviyyəsindən aşağıda yerləşsin. Şərur düzü Naxçıvandakı düz, Sədərək Şərur düzü yox, yüksəklik çoxdur, olmaz. Salyan, Lənkəran, Cənub-Şərqi Şirvan. Hər biri yerləşir harada? Salyan, Lənkəran və Cənub-Şərqi Şirvan. Hər biri Xəzər dənizinin sahillərində, dəniz səviyyəsindən təxminən 27, 25, 26, bax bu metr alçaqlıqda yerləşirlər. Gəncə, Qazax düzü xeyli yüksək ərazilərdə olmaz. Mil düzü, təxminən bax bu ərazilər, Mil düzünün bir hissəsi düşsə belə, Mil düzünün,
Qarabağ düzü düşməz. Ona görə olmaz. Həmçinin Qanıxəyirçay da olmaz. Cənub-Şərqi Şirvan olardı. Qarabağ düzü, Ceyrançöl olmaz. Ona görə B variantı uyğun variant. 14. Fiziki aşınmanın daha fəal inkişaf etdiyi ərazilər. Yəni bizdən quraq əraziləri soruşur. Rütubətli əraziləri xeyr. Baxaq, Lənkəran ovalığı rütubətli ərazidir, olmaz bu ərazi. Abşeron bəli, nisbətən yarım quraq ərazidir, yarım səhra tiplidir. Ona görə Abşeronu götürə bilərik. Sonra Qonaqkənd yüksək dağlıq ərazidir, meşəlik zonadır, yəni rütubətli ərazidə olmaz. Acınohor Ceyrançölü götürə bilərik, bəli. Naxçıvanın Arazboyu düzənliklərini götürə bilərik. Bir sözlə quraq yarım səhra ərazilər olmalıdır. Misal üçün ölkəmizdə ən çox fiziki aşınma gedir Acınohor Ceyrançöldə. Sonra Qobustan Abşeronda, Naxçıvanda çox gedir. Aydındırmı? Bax bu ərazilərdə ən çox fiziki aşınma bax ölkəmizin məhz bu ərazilərində müşahidə edilir. Növbəti. Biz bilirik axı, fiziki aşınma ən çox səhra və yarım səhralarda olur. Yəni sutkalıq temperatur amplitudunun çox olduğu ərazilərdə, ümumiyyətlə amplitudanın çox olduğu ərazilərdə, istər sutkalıq, istər illik olsun, orada fiziki aşınma sürətli gedir. 15. Kür-Araz ovalığına aid olan xüsusiyyətləri müəyyən edin. Baxaq, aşınma nəticəsində yaranmışdır. Kür-Araz ovalığı aşınma yox, toplanma nəticəsində çevrilmişdi ovalığa. Aydındır. Ovalıqlarda suxurlar toplanır. Aşınmalar olur yaylalarda. Toplanmalar olur ovalıqlarda. Ona görə biri götürə bilmirik. Səthi maqmatik suxurlarla örtülmüşdür. Xeyr, səthi, Kür-Arazın səthi çökmə suxurlarla örtülüb. Sonra, ölkəmizdə maqmatik suxurlar, belə deyim də, ən çox Qarabağ vulkanik yaylasında yayılıb. 4-cü dövrün suxurları. Səthi akkumulyativ bəli, mənşəli çökmə suxurlarla dediyim kimi örtülmüşdür. Yarğan qobu şəbəkəsi geniş yayılmışdır. Xeyr, yarğan qobu dedik ki, ölkəmizdə ən çox Ceyrançöl, Acınohor, Qobustan, Abşeron, bir də Naxçıvanın Arazboyu düzənliklərində və yaxud da Naxçıvanın orta dağlığında yayılmışdır. Relyefi hamar düzənliklərdən ibarətdir. Bəli, nəhəng, hamar düzənlik relyefi malikdir. Kür-Araz tamamilə okean səviyyəsindən aşağıdadır. Xeyr, müəyyən hissəsi okean səviyyəsindən aşağıdadır. Bax, misal üçün, buradan uzaqda yerləşən, qərbdə yerləşən hissələri okean səviyyəsindən yuxarıda yerləşir. 16. Azərbaycanda hansı relyef formaları təsərrüfatın inkişafı üçün əsasən əlverişli deyil? Əlverişli olmayan relyef. Yəni, məncə yarım səhra, bendlendlər olar, yararsız torpaqlar olar, quraq ərazilərdə əkinə yararsız torpaqlar olar. Baxaq indi, kəskin parçalanmış, dik yamazlar, yarğan qobuları şəbəkəsinin olduğu ərazilər. Dediyim kimi, Ceyrançöl, Acınohor, Abşeron, Qobustan, Naxçıvanın quraq arid ərazilərinə söhbət gedir. B variantında geniş düzənliklər, misal üçün, Kür-Arazda çoxdur geniş düzənliklər və ən çox əkin əkilən ərazilər də elə həmin ərazilərdir. Alluvial düzənliklər, dağətəyi ərazilər, xeyr. Düzən relyef, xeyr. Az meyilli dağ yamacları, xeyr. Bu adı çəkilənlər əksinə ölkəmizdə ən çox əkinə yararlı ərazilərdir. Düzən relyef, dağ yamacları, meyilliyi az olan dağ yamacları. Dik yamaclar, əkin az əkilər, alluvial düzənliklərdə isə əkin çox əkilər. Misal üçün, Kür-Arazda. 17. Araz çayının sol sahilində yerləşən düzənlikləri müəyyən edin. Araz çayı, bax, bu hissədən axır, onun sol sahilində yerləşən düzənlikləri deyirəm. Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yayçı, Ordubad, 7-si Naxçıvanda. Sonra Gəyən, İncə, burada Hərami düzləri var. Bax, bu hissədə Mil düzü var. Araz çayının hər biri saydığım düzlər sol sahilində yerləşir. Variantlarda hansılar var? Mil düzü var, Böyükdüz Naxçıvanda, Gəyən düzü yerləşir Xocavənd, Cəbrayıl rayonunun ərazisində. 18. Kür çayının sağ sahilində yerləşən düzənliklər.
Kür baxın bu hissədən gəlir. Onun sağ sahilində yerləşən düzənlikləri deyək. Gəncə Qazax düzü, sonra Qarabağ düzü, burada isə Mil düzü, bu hissədə Muğan düzü, bir də Səlyan düzü. Bunlar Kürün sağ sahilində yerləşirlər. Mil düzü, sonra hansı oldu? Qarabağ düzü, bir də Salyan düzü. Bunlar Kürün sağ sahilində yerləşən düzənliklər oldu. 19-a baxaq. Xəritə sxemdə işarələnmiş ərazilərdə ən çox baş verən eksogen proses və onun əsas səbəbləri. Eksogen proses olsun və onun əsas səbəbləri olsun. Bax, bu ərazilərə baxanda birbaşa sual, bu xəritə bizə demək istəyir ki, mən Şamaxı zonasıyam, mən Azərbaycanda Böyük Qafqazın cənub yamacıyam, şimal, şərq yamacıyam. Yəni, mən olduğum ərazilərdə sürüşmələr müşahidə edilə bilər, eləmi? Sürüşmələr müşahidə edilə bilər. Bizə bu xəritə onu demək istəyir. Sürüşmə, intensiv yağıntılar və meyilliyin çox olduğu ərazilər deyir. Bəli, A variantı. Yarğan, yağış və qar sularının suxurları yuması nə əlaqə? Sürüşmə olar, drenajlar, yeraltı suların axıdılması. Drenajlarla xeyr, burada yeraltı sular axıdılmır. Əgər axıdılsaydı sürüşmə olmazdı. Çünki drenajlar yeraltı suların axıdılmasıdır və axıdılan ərazilərdə də sürüşmələr olmur, drenaj olan ərazilərdə. Gətirmə konusu xeyr, dağdan düzənliyə çıxan ərazilərdə olur. Gətirmə konusları ölkəmizdə misal üçün, baxın, Qarabağ düzündə var, belə fikirləşin. Sonra Arazboyu düzənliklərdə var, Qanı Xeyri çayda var. Çünki dağdan düzənliyə çıxan ərazilərdə gətirmə konusları müşahidə edilir. Sonra Kars mağaraları, xeyr, Kars mağaraları yoxdur. Gilli suxurların üzərində su keçirməyən layların olması, xeyr, su keçirməyən layların üzərində gilli suxurların olması, daha doğrusu bəli, gilli suxurların üzərində su keçirməyən yox, su keçirməyən layın su keçirən layın olması sürüşmənin yaranmasına səbəbdir. 20-ci suala baxaq. Xəritə sxemdə işarələnmiş ərazilərin zəif antropogen təsirə məruz qalmasının səbəbi. Antropogen təsir nə idi? Bəli, insan təsiri. İnsanın, yəni relyefə təsiri antropogen təsir hesab edilir. Burada da deyir ki, antropogen təsirə məruz qalmasının səbəbi. Zəif təsirə məruz qalmasının səbəbi. Xəritədə işarələnmiş bu ərazilər, misal üçün, dağlıq ərazilərdir. İnsanların sıx məskunlaşdığı ərazilər hesab edilmədiyi üçün insan təsiri bu ərazilərə zəifdir. Baxaq bir-bir variantlara. Düzən relyef formasının geniş yer tutması, xeyr, dağlıq ərazidir. Orta illik temperaturun 10 dərəcədən yuxarı olması. Dağlıq ərazidir, orta temperatur 10 dərəcəyə yaxın olsa belə hətta, yəni dağlıq ərazi temperatur 10 dərəcədən yuxarı olsa, əksinə insan daha çox yaşayar orada və misal üçün antropogen təsir daha çox olar. Bu, yəni məntiqə uyğun gəlmir. Torpaqların məhsuldar olması. Torpaqlar orada məhsuldar olsaydı bu ərazilərdə, həmin ərazidə insan çox yaşayardı və antropogen təsir güclü olardı. Sonra arid denudasyon relyef formasının üstünlüyü, bəli, bu ərazilər arid ərazilər olduğu üçün burada insan məskunlaşması zəifdir və antropogen təsir də istər-istəməz həmin əraziyə zəif olacaq. Əhalinin məskunlaşması üçün əlverişsiz olması, bəli, çünki arid denudasyon olması, bir sözlə yoldaşlar, bax bu ərazilər bir də Xızı rayonunun ərazisinə düşür. Xızı rayonu ölkəmizdə əhalinin ən seyrə məskunlaşdığı rayonlarımızdan hesab edilir. Çünki həmin ərazilər, bax bu formadır, baxın, arid denudasyon ərazilər, Xızı ərazilərinin demək olar ki, bir yarı hissəsi bax bu formadadır. Əkinə yararlı torpaqların az olması. Bəli, əkinə yararlı torpaq az olduğu üçün insanlar orada az təsərrüfat işlərlə məşğul olur ki, antropogen təsir də zəif olur. Yəni 4, 5, 6 D variantı. 21-ə baxaq. Nə istəyir? Venn diaqramıdır və müqayisə verib bizə. Bax, bu tipli suallarda mən məsləhət görəm ki,
variantdan suala gələsiniz, variantdan. Misal üçün fikir verin. Bax, birdə nə verim? A-nan Y. Görək A-nan Y nədir? Ekzarasiya prosesləri zamanı yaranır. Ekzarasiya. Söhbət buzlaqdan gedəcək. G-yə baxın. Azərbaycanda Böyük Qafqazın yüksək dağlığında rast gəlinir. Yəni söhbət yüksək dağlı ekzarasiya desə, deməli söhbət buzlaqlardan gedəcək. Ona görə 1-ə gedə bilərəm. El ola bilməz. Bax, 1-də 3 ola bilməz. Eləmi? Bəli, ola bilməz. 1-də 3 ola bilməz. Sonra meandr. Yəni 1-də 5 də ola bilməz. 1-də 5 zaten yoxdur. Moren təpə və tirələri olar. Bax, 1-də Kars mağarası da ola bilməz. Çünki 1-də buzlaq olmalıdır. Ona görə 1-də 1 də ola bilməz. Məcburdur ki, 1-ə nə qaldı? Qaldı 2. Morem, təpə və tirələri. Buzlaq relyef. İndi digərinə baxaq. 2-də deyir B ilə D. Gəncə, Qazax və Qarabağ düzlərində yayılmışdır. D-yə baxın. Sayın dağdan düzənliyə çıxdığı yerlərdə formalaşır. Söhbət nədən gedir? Söhbət gedir məhz bundan. Fikir verin. Gətirmə konusları. Dağdan düzənliyə çıxan ərazilərdə Qanı Xəyri çayda, Qarabağ düzlərində müşahidə edilir. Gətirmə konusları. Deməli, 2-də də olmalıdır 4. Bəli, ona görə B variantı olacaq. D-ni götürə bilmərik. Ancaq ardına baxaq. C nədir? C deyir ki, akkumulyativ relyef formalarıdır. İstər buzlaq relyef formaları olsun, istər də gətirmə konusları olsun. Bunlar akkumulyasiya, yəni toplanma relyef formaları hesab edilir. Ona görə C də oxşarlığa uyğun gəlir. Növbəti suala baxaq. 22-ci sual. Profil. Deməli, profilə uyğun olaraq əraziləri tapmalıyıq. Baxaq. Birincinin hündürlüyü təxminən 0 metrlərə yaxındır. Yəni 0-a yaxınsa 2-yə baxın. 2-nin hündürlüyünə baxın. 4000-dən yüksəkdir. Deməli 2 4000-dən yüksək olmalıdır. Ona görə Qapıcıq olmaz. Qapıcıq 3900-lərdir. Babadağ olmaz B variantında, çünki 3629 metrlərdir. Camışdağ olmaz C variantında, çünki 3724 metrədir. Şahdağ olarmı? Bəli, olar. 4243. Bazardüzü olarmı? Bəli, olar. 4466. Sonra 3-ə baxaq. 3-ün hündürlüyü təxminən 2000-dən 1500-ün arasında yerləşir. İndi baxaq. Dübrar zirvəsi 2205-dir. 2000-dən bir balaca artıqdır. Ona görə deməli Y variantı da olmaz. Dübrar olması üçün gərək 2000-dən artıq olmalıydı o zirvə. Məcburiyyətdən qalır bir dənə variantımız. O da D variantı. Qusar mail düzəni təxminən 1500-lər. Samur dəvəçi ovalığı da gəlir düşür Xəzər dənizinin sahillərinə. Ona görə D variantı. Növbəti 23-cü suala baxaq. Mil düzünün cədvəldə göstərilən düzənliklərlə fərqli xüsusiyyətlərini müəyyən edin. Mil düzü cədvəldə göstərilən xüsusiyyətlərlə nəyini istəyir bizdən? Fərqli xüsusiyyətlərini. Fikir verin mil düzünə. Mil düzü haqqında nə deyə bilərik? Araz çayının sol sahilində yerləşir. Kürd çayının isə sağ sahilində yerləşir. Bəlli məsələdir. Baxaq indi. Muğan düzündən fərqli xüsusiyyətini istəyir bizdən. Həm Araz, həm də Kürd çayının sahilində yerləşir. Bax, bu da Muğandır. Muğan da həm Arazın, həm Kürdün sahilindədir. Mil də. Bu oxşar xüsusiyyətdir. Ona görə 1-də 1 olmaz. Şirvan düzü ilə Kürd çayı vasitəsilə ayrılır. Mil düzü deyir ki, Şirvan düzü ilə Kürd çayı vasitəsilə ayrılır. Mil düzü, bəli, Şirvan düzü ilə Kürd çayı vasitəsilə ayrılır. Bu düzgün fikirdir. Ona görə 2-ni də götürə bilmərik. Cənubdan Salyan, şərqdən isə cənub-şərqli Şirvan düzü ilə həmsərhəddir. Muğan düzü cənubdan Salyan, cənub-şərqdən isə cənub-şərqli Şirvan düzü ilə həmsərhəddir. Bəli, bu Muğan düzünü mil düzündən fərqləndirən xüsusiyyətdir. Ona görə 3-ü götürürük. Sonra Samur dəvəçi ovalığından danışacaq. İndi Samur dəvəçi ovalığı ilə buradakı mil düzünün fərqli xüsusiyyətini deyir. Tektonik çökmə zonasında yerləşir.
Samur dəvəçi ön Qafqaz çökməsidir, Milmuğan isə Kürd çökməsidir. Xeyr, bu oxşar xüsusiyyətdir. Xəzər sahili mövqeyə malikdir. Bəli, Samur dəvəçi ovalığı Xəzər sahili mövqeyidir. Mil düzü isə Xəzər sahillərindən kənardadır. Bu fərqli xüsusiyyətdir, 5-i götürülür. 4-cü dövr çöküntüləri yayılmışdır. Xeyr, 4-cü dövr çöküntüləri həm Samur dəvəçidə, həm də Mil düzündə yayılır. Bu oxşar xüsusiyyətli götürə bilmirik. İndi isə Gəncə-Qazax düzü ilə, bax, buradakı Gəncə-Qazax düzü ilə Mil düzünün fərqli xüsusiyyətini istəyir bizdən. Dəniz səviyyəsindən aşağıda yerləşmir. Gəncə-Qazax düzü dəniz səviyyəsindən aşağıda yerləşmir, bəli, yüksəkdə yerləşir. Mil düzünün isə müəyyən hissəsi, misal üçün, bax, bu Sabirabad rayonunun ərazisində yaxın hissələri təxminən -10-11 metrədə yerləşir, dəniz səviyyəsindən aşağıda yerləşir. Bu fərqli xüsusiyyətlərdir, götürürük. Kürd çayının sağ sahilində yerləşirlər. Hər biri Kürd çayının sağ sahilindədir, göründüyü kimi. Mil düzü də, Gəncə-Qazax düzü də oxşar xüsusiyyətdir, götürülür. Çayların yaratdığı yelpikvari gətirmə konusları yayılmışdır. Yelpikvari gətirmə konusları, bax, Gəncə-Qazax düzündə mövcuddur. Çünki dağdan düzənliyə çıxan hissələrdir. Ancaq Mil düzü gətirmə konusu yoxdur burada. Gətirmə konusu, bax, burada Qarabağ düzündə var. Mil düzünə gəlib çata bilmir. Bu fərqli xüsusiyyət olduğu üçün 9-u da götürürük. Yəni 1-də 3, 2-də 5, 3-də də 7 və 9 A variantı. Növbəti 24-cü suala baxaq. Azərbaycanda çayların gətirmə konusları daha çox, bəli, yayılmışdır. Harda? Bayaq dediyim kimi. Qanıxəyri çayda çox yayılıb. Sonra Gəncə-Qazax düzü, Qarabağ düzündə kifayət qədər yayılıb. Başqa Gəncə-Qazax düzünü götürürük. Sonra deməli hansı qaldı? Acınhor, Ceyrançöl, Şirvan düzü. Bir də bəli, Şirvan düzü də dağdan düzənliyə çıxan hissə olduğu üçün Şirvan düzündə də kifayət qədər yayılıb. Növbəti suala baxaq. 25-ci suala. Xəritə sxemdə verilmiş rəqəmlərə əsasən arid denudasyon relyef formalarının inkişaf etdiyi əraziləri müəyyən edin. Arid denudasyon olsun. Baxaq, demişdim ölkəmizdə arid denudasyon hardadır? Acınhor, Ceyrançöl, Qobustan, Abşeron, bir də Naxçıvanda kifayət qədər yayılıb. 26. Böyük Qafqaz dağlarının şimal-şərq yamaclarında qalın çökmə süxurlarının toplanması nəticəsində Böyük Qafqazın deyir ki, şimal-şərq yamaclarında qalın çökmə süxurlarının toplanması nəticəsində, bax, bu ərazilərdə. Burada yuyula bilən süxurlar yuyulur, meyillik çoxdur və kanyonvari dərələr əmələ gələ bilər. Çayların kanyonvari dərələri yaranırmı? Yaranır, bəli. Həm filiz, xeyr, Böyük Qafqazda filiz çox azdır. Seyrək çay şəbəkəsi və meşə örtüyü yaranır. Seyrək çay, əksinə sıx çay şəbəkəsidir bu ərazilərdə. Çünki yüksək ərazilərdir, kifayət qədər yağıntı var, kifayət qədər də buzlaq var. Sürüşmə prosesləri intensiv gedirmi? Bəli, dediyim kimi bu hissələrdə sürüşmələr də intensivdir. Çünki həmin ərazilərdə çökmə süxurlar kifayət qədər yayılır. Gətirmə konusları yaranırmı? Əlbəttə ki, bu ərazilərdə də qusar maili düzənliyinə çıxan hissələrdə, yəni dağdan düzənliyə çıxan hissələrdə gətirmə konusları mövcuddur, yayılır. Palçıq vulkanları fəaliyyəti aktivləşir. Xeyr, palçıq vulkanları əsasən Abşeron, Qobustandadır. 27-yə baxaq. Gəncə-Qazax düzünü Cənub-Şərqi Şirvandan fərqləndirən əlamətlər. Bax, bu Gəncə-Qazax düzünü Cənub-Şərqi Şirvandan fərqləndirən əlamətlər. Misal üçün, variantlara baxmadan deyə bilərəm ki, Gəncə-Qazax düzündə gətirmə konusları var. Sonra hündürlüyü dəniz səviyyəsindən yüksəkdə yerləşir. Cənub-Şərqi Şirvandan fərqli olaraq. Kürd çayının sağ sahilində yerləşir. Bu qədər bəsdir. Baxaq variantlara. Gətirmə konusları geniş yayılmışdırmı? Bəli. Bir dəqiqə, burada Gəncə-Qazax düz deyir. Mən Qarabağ düzünə baxmışam. Gəncə-Qazax düzü bu hissə, bəli, Kürün sağ sahilindədir. Bu ərazidə də gətirmə konusları var. Avariya, biri götürürük. Denudasiya prosesləri akkumulyasiyadan üstündür. Burada deyir ki, denudasiya prosesləri akkumulyasiyadan üstündür. Xeyr, denudasiya prosesi yüksək ərazilərdə olar.
əraziyə ki, gətirmə konusları var. Deməli, orada akkumulyasiya üstündə. Çünki toplanma var orada. Həmçinin Şirvan düzündə. Ona görə bu ikini biz götürə bilmərik. Dördüncü dövrün çökmə süxurları yayılmışdır. Dördüncü dövrün çökmə süxurları bu hər ikisinə aid olan xüsusiyyətdir. Kür ərazi aiddirsə, hər ikisinə aid xüsusiyyətdir. Ona görə 3-ü götürə bilmərəm. Sıx çay şəbəkəsinə malikdir. Bəli, bu ərazilərdə yüksək dağ çayları gəlir keçirdimi? Çay şəbəkəsində sıxlıq var. Açıq şaballı torpaqlar yayılmışdır. Bəli, yüksək bu ərazilərdə Gəncə-Qazax düzündə açıq şaballı torpaqlar yayılmışdır. Cənub-şərqi Şirvan düzündə isə boz çəmən torpaqlar yayılıb. Ona görə 5-i götürürəm. Yarım səhra quru çöl iqlimi mövcuddur. Xeyr, hər birində qışı mülayim keçən yarım səhra quru çöl iqlimi mövcuddur. 28-ə baxaq. Cənub-şərqi Şirvan düzünü Gəncə-Qazax düzündən fərqləndirən əlamətlər. Bu səfər Cənub-şərqi Şirvanı Gəncə-Qazax düzündən fərqləndirən əlamətlərdir. Gətirmə konusları geniş yayılmışdır. Xeyr, gətirmə konusları dediyimiz kimi Gəncə-Qazaxda çoxdur. Yanacaq mənşəli faydalı qazıntılar zəngindir. Bəli, Salyanda, Şirvanda neft yataqları mövcuddur. Yəni. Bir hissəsi okean səviyyəsindən aşağıda yerləşir. Bəli, Cənub-şərqi Şirvanın bir hissəsi okean səviyyəsindən aşağıda yerləşir. Qışı mülayim, yay isti quraq olur. Qışı mülayim olur. Bəli, qışı mülayim, yay isti quraq keçən yarım səhradır. Bu, hər birinə oxşar xüsusiyyətdir. Ona görə olmaz. Boz çəmən torpaqları üstünlük təşkil edir. Bəli, dediyim kimi, Cənub-şərqi Şirvanda boz çəmən torpaqları üstünlük təşkil edir. Gəncə-Qazaxda isə açıq şaballı torpaqlar. Xəzər sahili mövqeyi yağıntıların çox düşməsinə səbəb olur. Xeyr, Xəzər sahili mövqeyi əksinə yağıntıların az düşməsinə səbəb olur. Bir də sizə onu deyim ki, bax, təsəvvür edin ki, Xəzər dənizi üzərindən gələn buludlar gəlir bu düzən hissələrdən keçir, yağıntı vermir Xəzər dəniz sahillərinə və gəlir dağlara çatıb, dağları aşmaq istəyəndə yüksəkliyə qalxanda buludlar soyur və yağıntıya çevrilir. Yəni, əksinə Gəncə-Qazaxda Xəzər dəniz sahillərindən daha çox yağıntı yağır. Çünki Abşeronda, ümumiyyətlə ölkəmizdə ən az yağıntı yağan Abşeron yarımadasında, hətta Cənub-şərqi Şirvan düzünə yaxın olan Buta məntəqəsidir, yəni ki. 29. Qanıq Əyriçay vadisi ilə Şirvan düzünün ümumi əlamətləri. Bax, Qanıq Əyriçayla bir dəqiqə buranı silək. Bax, Şirvan düzü ilə Qanıq Əyriçayın nə istəyir bizdən? Ümumi əlamətləri. Hər birində gətirmə konusları olacaq. Aydındır, hər biri Böyük Qafqazın cənub yamaclarındadır. Baxaq, yeraltı şirin sular səthə yaxındır. Ümumiyyətlə, Böyük Qafqazın ətəklərində bulaqlar mövcuddur. Hər birində bulaq var. Sadəcə burada bizdə nə istəyir? Yeraltı sular. Əsasən çökək ərazilərdə, Kür çayın ətrafında olan hissələrdə səthə yaxın olan. Yeraltı şirin sular birdə, misal üçün belə deyim də, Qanıq Əyriçayda çoxdur, şirin sular Qanıq Əyriçayda çoxdur və həmin ərazilərdə də, misal üçün, düzən meşələrin yaranmasına səbəb olur. Çəmən meşə torpaqları düzən meşələrin yaranmasına səbəb olur. Amma Şirvan düzündə şirin yeraltı sular səthə yaxın deyil, ona görə də orada düzən meşə əmələ gələ bilməyib. Ona görə bir fərqli xüsusiyyətdir. Qışı quraq keçən mülayim isti iqlim hakimdir. Ümumiyyətlə, qışı quraq keçən Şirvanda yarım səhradır, yəni ki. Ona görə bu xüsusiyyət deyil, oxşar xüsusiyyət. Qanıq Əyriçayda qışı quraq keçən mülayim isti iqlimdir. Yağıntılar yayda yağır. Şirvanda isə yarım səhradır. Ona görə, yəni qışı mülayim keçən yarım səhra. Ona görə 2-ni götürə bilmərik. Səthi 4-cü dövrün çökmə süxurları ilə örtülmüşdür. Ümumiyyətlə, bu ərazilər Şirvan düzü olsun, Qanıq Əyriçay olsun, burada 4-cü dövrün çökmə süxurları yayılıb Kür arazda. Ona görə bu oxşar xüsusiyyətli götürülür. Kür tektonik zonasına daxildirmi? Bəli. Kür araz, Şirvan düzü, hər biri bax bu ərazilər ümumiyyətlə Kür tektonik çökmə zonasına daxildir. Ceyrançöl-Acınohor fiziki coğrafi rayonu ilə həmsərhəddir. Bax, Ceyrançöl-Acınohor fiziki coğrafi rayonu gəlir, bu hissədən keçir.
Bax bu hissədən belə bir şey fikirləşin. Qanıq Əyricay ilə Şirvan düzü, Şirvan fiziki coğrafi rayonu belə deyim, həm sərhəddir. Ceyrançöl Acınahar fiziki coğrafi rayonu ilə 5-i də götürürük. Bir hissəsi okean səviyyəsindən aşağıda yerləşir. Bu oxşar xüsusiyyət deyil. Ola bilsin ki, Şirvan düzünün müəyyən hissəsi, bax bu hissələr okean səviyyəsindən aşağıdadır. Ancaq ki, Qanıq Əyricayın okean səviyyəsindən aşağıda yerləşən hissəsi yoxdur. Növbəti 30-cu suala baxaq. A düzənliyi Gürcüstan sərhəddi Mazımçaydan başlayaraq Girdimançaya qədər davam edən ərazidə yerləşir. Düzənlikdə çayların yaratdığı yelpikvari gətirmə konusları yayılmışdır. Düzənlikdən şimal-şərqə doğru Baş Qafqaz silsiləsi yüksəlir. Verilənlərə əsasən A düzənliyini müəyyən edib, Samur Dəvəçi ovalığından fərqli xüsusiyyətlərini seçin. Fikir verin, Mazımçay, sonra gətirmə konusları, Girdimançay. Deməli, burada söhbət gedəcək hansı? Qanıq Əyricaydan. Tapdıq mı Qanıq Əyricayı? Çünki deyir, şimalında Baş Qafqaz silsiləsi də yerləşir. Tapdıq Girdimançay, Qanıq Əyricayı. İndi bizdən soruşur ki, Qanıq Əyricayın Samur Dəvəçi ovalığından fərqli xüsusiyyətləri. Baxaq görək. Samur Dəvəçidən fərqli xüsusiyyətləri. Akkumulyativ və alluvial proluvial düzənliklərdir. Həm Samur Dəvəçi ovalığı belə deyim. Həm akkumulyativ deyiriksə, həm alluvial, proluvial hər biri ovalıqdır, belə deyim. Proluvial, alluvial çöküntülər gəlir. Yəni bu oxşar xüsusiyyət olar da, ona görə biri götürə bilmirik. Dəniz səviyyəsindən aşağıda yerləşən ərazidir. Dəniz səviyyəsindən aşağıdadırmı? Bəli, Samur Dəvəçi ovalığı, Xəzər dəniz sahilləri Qanıq Əyricaydan fərqlənir bu xüsusiyyətinə görə. Kür tektonik çökmə zonasında yerləşir. Xeyr, əksinə Qanıq Əyricay kür tektonik, Samur Dəvəçi ön Qafqaz. Bu fərqli xüsusiyyətdir. Ona görə 3-ü götürə bilmərik. Arid denudasyon relyef formaları üstünlük təşkil edir. Arid denudasyon relyef formaları üstünlük təşkil edir. Heç birində arid denudasyon relyef forması üstünlük təşkil etmir. Bu 4-ü ümumiyyətlə götürə bilmərik. Mülayim isti iqlim tipinə malikdir. Mülayim isti iqlim tipinə malikdir. Qanıq Əyricayda mülayim isti iqlim tipi var. Ancaq Samur Dəvəçidə isə yarım səhradır. Bir dəqiqə, burada variantda bizə deyir ki, Samur Dəvəçini, daha doğrusu Samur Dəvəçi ovalığından fərqli xüsusiyyətlərini. Bizdə Qanıq Əyricayın Samur Dəvəçidən fərqli xüsusiyyətlərini deyir. Mən də bir yaxdan Samur Dəvəçini seçirəm. Deməli, Qanıq Əyricayın Samur Dəvəçidən fərqli xüsusiyyətləri. Akkumulyativ və alluvial proluvial düzənliklərdir. Bu oxşar xüsusiyyət dediyimiz kimi. Dəniz səviyyəsindən deyir ki, aşağıda yerləşən ərazisi yoxdur. Dəniz səviyyəsindən aşağıda yerləşən ərazi olmursa, bu Qanıq Əyricayıdır. Biz də Qanıq Əyricayı Samur Dəvəçidən fərqləndirdik. Kür tektonik çökmə zonasında yerləşirmi? Bəli. Qanıq Əyricay Samur Dəvəçidən fərqli olaraq kür tektonik çökməsində yerləşir. Arid denudasyon relyef forması üstünlük təşkil edir. Xeyr, bu arid denudasyon demək olar ki, heç birində bunların üstünlük təşkil etmir. Varsa da hələ Samur Dəvəçinin müəyyən hissəsində müşahidə edilər yarım səhra. Ancaq Qanıq Əyricayda çünki qışı quraq keçən mülayim isti iqlimdir. Mülayim isti iqlim tipinə malikdirmi? Bəli. Qışı quraq keçən mülayim isti iqlim Samur Dəvəçi. 4-cü dövr çöküntüləri yayılmışdır. Bu hər ikisinə aid olan xüsusiyyətdir. Ona görə 6-nı götürə bilmərik. Növbəti suala baxaq. Ordubad və Şərur düzləri üçün ümumi əlamətləri müəyyən edin. Hansı düzlər? Baxaq. Bax, burada Sədərəkdir. Burada Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yayçı, Ordubad düzü. Ordubad düzünü, bax bu Şərur düzündən Ordubadı, bax bu Şərurdan fərqləndirən xüsusiyyət olsun. Orta Araz, Arazboyu əyilmə zonasında yerləşir. Yoldaşlar, bax bu Naxçıvanda yerləşən 7 düzdən ilk 4 dənəsi, baxın deyirəm, Sədərək, Şərur, Böyükdüz, Naxçıvan. Bu Orta Araz əyilməsindədir. Gülüstan,
yayçı Ordubad düzləri isə Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşir. Bunu bilmiş olasınız. İndi Orta Arazboy əyilmə zonasında yerləşirmi? Xeyr, yerləşmir. Ona görə biri götürə bilmirik. Mütləq hündürlüyü 600 metrdən çoxdurmu? Orta Arazın ümumiyyətlə Naxçıvanda yerləşən düzlərin mütləq hündürlüyü təxminən hər birinin 600 metrdən çoxdur. Çayların gətirmə konuslarına rast gəlinir. Bəli, dedik ki, Naxçıvanda dağdan düzənliyə çıxan hissələrdə bu düzlərin hər birində gətirmə konuslarına rast gəlinir. Araz çayının sol sahilində yerləşirlər. Hər biri Arazın göründüyü kimi sol sahilindədir. Zəif parçalanmış qalxanvarı lava massivlərindən təşkil olunmuşdur. Xeyr. Zəngəzur dağlarının cənub ətəklərində yerləşirlər. Zəngəzurun cənub ətəklərində misal üçün Ordubad düzü yerləşir. Şərur düzü yerləşmir. Şərur düzü Dərəlyazın cənub ətəyində yerləşir. Ona görə 6 da olmaz. Növbəti suala baxaq. Nə istəyir bizdən? Cədvələ əsasən doğru sıraları müəyyən edin. Baxaq. Şanabad dərəsi yerləşir Baş Qafqaz silsiləsində. Belə deyim də, Şanabad dərəsi Bazardüzü zirvəsi ilə Şahdağ zirvəsinin arasında yerləşən, Şahdağ massivinin arasında yerləşən bir dərə var. Ora deyirlər Şanabad dərəsi. Aydındır. Aid olduğu əlamət Baş Qafqaz silsiləsindən Bazarcı zirvəsindən şərqdə yerləşir. Bəli, bu massiv Şahdağ Baş Qafqaz silsiləsindən Bazarcı zirvəsindən şərqdə yerləşir. Yəni, belə deyim də, Şahdağ zirvəsi ilə, yan silsilə ilə Baş Qafqaz silsiləsinin arasında yerləşir. Aydındır. Şanabad dərəsi. Ona görə biri götürürük. Ömər aşırımı Qarabağ silsiləsinin su ayrıcısında yerləşir. Ömər aşırımı Qarabağ silsiləsində yox, yerləşir Murovdağ silsiləsində. Bu yanlış fikirdir. Gəncə Qazax düzü gətirmə konusları yayılmışdır. Bəli, Gəncə Qazax düzündə gətirmə konusları yayılıb, çünki dağdan düzənliyə çıxan hissələrdir. Sonra Samur Dəvətçi ovalığı abrazyon düzənliklər yayılmışdır. Bəli, Xəzər dənizinin sahillərində dalğaların fəaliyyəti ilə abrazyon düzənliklər formalaşıb Samur Dəvətçidə. Niyaldağ silsiləsi aşağı Ağkörpü, Meşasu və Qotursu mineral bulaqları yerləşir. Yoldaşlar, bu adı çəkilən mineral bulaqlar Talış zonasındadır. Aydındır. Niyaldağ silsiləsi isə Böyük Qafqazda bax bu hissədədir. Qovdağ, Niyaldağ, Ləngəbiz bax bu hissələrdədir. Ona görə heç bir-birinə uyğun gəlmir. Dərəliyəz silsiləsi polimetal, dəmir, mis və yanar şist filizləri ilə zəngindir. Yanar şist. Ümumiyyətlə, Dərəliyəz silsiləsi yerləşir harada? Dərəliyəz silsiləsi yerləşir Naxçıvanda. Yanar şist isə ölkəmizdə Böyük Qafqazda İsmaillidadır. Ona görə 6 olmaz. Növbəti 33-cü sualımıza baxaq. Cədvələ əsasən doğru olmayan sıraları müəyyən edin. Cədvələ əsasən doğru olmayan sıraları müəyyən edin. Baxaq. Relyef forması aid olduğu əlamət. Yazı yaylası. Yerləşir harada? Yerləşir Gəyən və Hərami düzlərinin arasında. Baxın, Gəyənlə Hərami düzün arasında incə düzü yerləşir. Yazı yaylası yerləşir, bax bu hissədə təxminən. Ona görə bu fikir yanlış olduğu üçün bizə aid olmayan deyir. Ona görə biri götürürük, çünki yanlışdır. Bizə də yanlış lazımdır. Acınahor düzü Xocaşen və Daşüz silsilələri arasında yerləşir. Fikir verin, Xocaşen, baxın, Xocaşen, Acınahor və Daşüz. Xocaşen, Daşüz və arasında hansı ərazi var? Acınahor düzü. Bu düzgün fikirdir. Ona görə götürmürük. Cənub-Şərqi Şirvan düzü palçıq vulkanlarının konusları və təpələrinə rast gəlinir. Bəli, Cənub-Şərqi Şirvan düzündə dedik ki, palçıq vulkanları mövcuddur. Ona görə bunu götürmürük. Növbəti sualda baxaq. Daha doğrusu növbəti şərtlərə. Qarabağ vulkanik yaylası. Qarabağ vulkanik yaylası.
Mütləq hündürlüyü Qarabağ silsiləsindən daha yüksəkdir. Vulkanik yaylarda 3616 Dəli Dağ, Qarabağ silsiləsində 2725 metrə böyük kirç. Bəli, buradan hündürdür. Böyük kirçdən hündürdür vulkanik yaylar. Düzgün fikirdə ona görə götürmürük. Brovar silsiləsi bax bu hissədə yerləşir, sərhəddədir. Talış və Peştəsər silsilələrin arasında yerləşir. Burada Talışdır, bax bu hissədə Peştəsərdir. Burada Brovardır. Xeyr. Peştəsər Talışla Brovarın arasında yerləşir. Yanlış fikir olduğu üçün götürürük. Dəli Dağ zirvəsi Şərqi Göyçə silsiləsinin ən uca zirvəsidir. Dəli Dağ Şərqi Göyçə silsiləsinin yox, Qarabağ vulkanik yaylasının ən uca zirvəsi hesab edilir. Yəni Şərqi Göyçənin yox, Qarabağ vulkanik yaylasının. Ona görə yanlış fikir olduğuna görə məhz bu 6-nı da götürürük. Növbəti 34-cü suala baxaq. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Doğrunun altından doğru, yanlışın altından yanlış olmalıdır. Böyük və Kiçik Qafqaz dağlarında, həmçinin Naxçıvanın yüksək dağlıq zonalarında bu şəkilli çay dərələri yayılmışdır. Ümumiyyətlə, yüksək dağlıq meyli çox olan ərazilərdə, dağlıq ərazilərdə bu şəkilli çay dərələri yaranır. Doğrunun altından bu fikir doğrudur götürürük. U şəkilli çay dərələri Respublikamızın düzənlik zonaları üçün səciyyəvidir. Misal üçün Kür çayı, yan eroziya çox olur. Ona görə çay yatağı U şəkilli olur. Bu da doğrudur. Bunu da götürürük. Respublikamızda Kars mağaralarına daha çox Qanı Xeyirçay çökəkliyində rast gəlinir. Respublikamızda Kars mağaraları, misal üçün Azıq mağarası, Qanı Xeyirçayda düzən ərazidir. Orada mağara ümumiyyətlə müşahidə edilmir. Yanlış fikirdir. Doğrunun altından götürə bilmərik. Növbəti. Yanlışın altından yanlışı seçməliyik. Talış dağlarının yüksək hissələrində nival buzlaq relyef formaları geniş sahə tutur. Talış dağlarında ümumiyyətlə buzlaq relyef forması yoxdur. Yanlışın altından doğru fikir olduğu üçün, daha doğrusu yanlış fikir olduğu üçün 4'ü götürürük. Respublikamızda Kiçik Qafqaz dağ sisteminin ən yüksək zirvəsi Zəngəzur silsiləsində yerləşir. Kiçik Qafqazın Respublikamızda ən yüksək zirvəsi, dağ sisteminin ən yüksək zirvəsi deyir ki, Zəngəzur silsiləsində yerləşən Qapıcıqdırmı? Bəli, Qapıcıqdır. Bu düzgün fikirdir. Yanlışın altdan düzgünü götürə bilmirəm. Kür Araz ovalığı Kür çökəkliyinin çox hissəsini əhatə edirmi? Bəli, çox hissəsini əhatə edir. Və qərbdən şərqə doğru genişlənir. Qərbdən şərqə doğru fikir verin. Kür Araz ovalığı neyinir? Genişlənir. Bu da düz fikirdir. Xəzər sahillərinə qədər uzanırmı? Bəli, uzanır. Düzgün fikirdir. Götürə bilmirəm. 35. Xəritə sxemə əsasən vulkanogen prolival platolar və düzənliklərin olduğu əraziləri müəyyən edin. Baxaq, vulkanogen prolival platolar və düzənliklərin olduğu əraziləri müəyyən edin. Ümumiyyətlə, vulkanogen sular Qarabağ vulkanik yaylasında mövcud olub. Sonra əlavə olaraq deyə bilərəm ki, yüksək ərazi olmalıdır. Çünki vulkanogen platolarda olması üçün və yüksək ərazi olmalıdır. Yəni düzənlik ovalıq ərazi ola bilməz. Ona görə fikir verin. Məsəl üçün Samur Dəvəçi ovalığı və yaxud da Şirvanlıcı Küraraz ovalığı ola bilməz. Yüksək ərazilər, Kiçik Qafqaz misal üçün bu ərazilərdə platolarda müşahidə edilir. 36-ya baxaq. Azərbaycanda yarğan qobu şəbəkəsinin daha çox inkişaf etdiyi əraziləri göstərir. Yəni quraq ərazilər, yarımsahra quraq ərazilər, bednedilərin olduğu ərazilər. Dediyimiz kimi ölkədə misal üçün Ceyrançol Acınöhür, Qobustan Abşeron, Naxçıvanın Arazboyu düzənlikləri və yaxud da orta dağlıq ərazilər, quraq ərazilər, bednedilərin, yarğan qobuların müşahidə edildiyi ərazilərdir. Fikir verin, Qobustan, Ceyrançol, Acınöhür. Növbəti suala baxaq. Nə istəyir bizdən? Sxemdə təsvir olunan təbiət hadisəsi üçün səciyyəvi olan əlamətləri müəyyən edin. Deməli, bu relyef formasına baxanda söhbət görürük ki, sürüşmədən gedir. Sanki sürüşmə baş verib bu ərazilərdə. İndi buradan sürüşmələrə aid olan əlamətləri seçməliyik. Yalnız dəniz sahillərində baş verir? Xeyr. Sürüşmələr ölkəmizdə ən çox Böyük Qafqazda baş verir. Qum və gil laylarının növbələşdiyi yamaclarda daha çox yaranır. Bəli. Aşağıda gilli, suxurlar üzərində su keçirən qumlu
suxurların yağışlar vasitəsilə və yaxud yeraltı sular vasitəsilə iki suxur arasında sürüşməsindən baş verir. Ona görə 2-ni götürməliyik. Yaranmasında yeraltı suların bəli dediyim kimi mühüm rola malikdir. Sürüşmə baş verir. Ona görə əsasən endogen endogen qüvvələr zəlzələ, tektonik hərəkətlərdir. Bu xarici qüvvələrdən baş verir. Ağac və kol bitkiləri əgər əkilərsə, prosesin zəiflətmək mümkündür. Bəli, bərkitmə işləri aparılır. Azərbaycanda Kiçik Qafqaz dağlarında daha çox baş vermir, əksinə Böyük Qafqazda daha çox baş verir. 38. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Baxaq, düzənlik, Muğan düzü. Bax, bir daha baxaq, xəritə üzərində Muğan düzü. Söhbət gedir bu ərazidən. Kür və Araz çaylarının sağ sahilində yerləşir. Həm Kürün, həm Arazın sağ sahilində yerləşir, düzdür. Yanlış fikir. Qarabağ düzü ilə həmsərhəddir. Qarabağ düzü ilə həmsərhəd olan Muğan düzüdür. Yəni, həmsərhəd deyil, yanlış fikirdir, ona görə biri götürürük. Mil düzü, danışdıq mil düzündən. Mezozoy yaşlı neft yataqları var. Mezozoy yaşlı neft yataqları, bəli, harada Kürdəmir və İmişlidə var. Mollakənd və Muradxanlı. Bu düzgün fikirdir. Palçıq vulkanlarının konusları və təpələri geniş sahə tutur. Bəli, bu fikir bu ərazi üçün yanlış fikirdir. Bu ərazi üçün yanlış fikir olduğu üçün palçıq vulkanları Abşeron Qobustandır. Yəni mil düzündə yoxdur. Yanlış fikirdir. Ona görə 2-ni də götürürük. Növbəti. Lənkəran ovalığı 4-cü dövr çöküntüləri yayılmışdır. Lənkəranda 4-cü dövrün metro çöküntüləri yayılıbmı? Bəli, yayılıb. Akkumulyativ düzənliklərdir, ovalıqlardır, doğru fikirdir. Bax, burada yanlış olmalıydı götürməyimiz üçün. Ona görə heç götürə bilmirik. Şərur düzü. Bax, burada sədrəkdən sonra gələn düz şərur düzü. Alluvial, proluvial çöküntüləri yayılmışdır. Bəli, Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşir. Xeyr, Ön Qafqaz tektonik çökmə zonasında yerləşir. Bax, burası yanlış. Bu hissə doğru, doğrunun altından doğru, yanlışın altından yanlış. Ona görə 4-ü götürürük. Növbətlərinə baxaq. 5-ə. Gəncə Qazaq düzü. Bax, bu hissə Gəncə Qazaq düzü. Söhbət buradan gedir. Kür dağ arası çökəkli tektonik zonasında yerləşir. Doğrudur. Çay gətirmə konusları bəli yayılmışdır. Doğrudur. Yanlışın altdan doğru olduğuna görə bax, bu hissəyə görə götürə bilmirik. Hərami düzü. Bax, bu hissədə yerləşir. Füzuli Beyləqan ərazilərində. İncə və Gəyən düzlərinin arasında yerləşir. Hərami düzü xeyr. İncə düzü Gəyənlə Həraminin arasında yerləşir. Bax, elə bu fikir doğrunun altdan yanlış olduğu üçün 6-nı da götürə bilmərik. Növbəti 39-cu suala baxaq. Xəritə sxemi əsasən arid denudasyon, ekzarasiya və çay akkumulyativ relyef formalarının geniş yayıldığı ərazilərin müvafiq ardıcılığına müəyyən edildir. Birinci necə ərazi istəyirdi? Arid denudasyon ərazi. Arid denudasyon deyirsə, haranı götürə bilərik? Baxaq bir arid denudasyona. Bəli, birinci 4-ü götürə bilərik. Ceyran çölü. Sonra necə ərazidir? Ekzarasiya, buzlaqlar olsun, yüksək dağlıq ərazilər. Böyük Qafqaz və Zəngəzur dağlarını götürə bilərik. 2-ni götürə bilərik. Baxın. Sonra deyək ki, çay akkumulyativ, yəni gətirmə konusları. Haradadır gətirmə konusları? Qanıxəyri çayda, bəli. 40-cı suala baxaq. Uyğunluğu müəyyən edin. Nə istəyir bizdən? Akkumulyasiya prosesi, denudasiya prosesi, sürüşmə prosesləri. Akkumulyasiya prosesləri baxaq. Şirvan düzündə gətirmə konusları, akkumulyasiya prosesləri mövcuddur, bəli. Şirvan düzündə. Dağdan düzənliyə çıxan hissələrdə. Lənkəran ovalığında burada da akkumulyasiya var. Çünki ovalıq deyir. Burada denudasiya ola bilməz. Ona görə biri götürmürük. Sürüşmə prosesləri ən çox Böyük Qafqazdadır, amma müəyyən qədər Talışda da var. Yəni bu vacib qayda pozuntusu deyil. Ən böyük qayda pozuntusu burada Lənkəran ovalığı akkumulyativ düzənlikdir, denudasyon deyil. Samur Dəvəçi ovalığı akkumulyativ düzənlikdir, bəli, olar. Zəngəzur silsiləsi, bəli, yüksək dağlıq ərazilərdə hamarlanıb denudasyon düzənliyi əmələ gələ bilər. Burada düzdür. Dübraz silsiləsində Böyük Qafqazda, bəli, dedik ki, bu hissələrdə quraq ərazilərdir, müvəqqəti şiddətli yağışlar sürüşmələrə səbəb ola bilir. Ona görə 2-ni götürürük. Ceyrançöl alçaq dağlığında akkumulyasiya yox. Burada sürüşmə, ümumiyyətlə burada bendlendlər olar. Aydındır. Şərir Ordubat düzündə, bax bu hissədə.
Şərq Ordubad düzündə burada toplanma olar, yəni akkumulyasiya olar. Denudasiya olmaz. Denudasiya yaylalarda olur dediyimiz kimi. Ona görə 3-ü də götürə bilmirik. Lənkəran ovalığı bəli, ovalıq olduğu üçün akkumulyativ düzənliklərdirmi? Bəli. Azunohor nisbətən yüksək ərazilərdir. Ceyrançol, Azunohor. Burada denudasiya nisbətən alçaq dağlıq ərazilərdir də bu ərazilər. Ona görə bax bu fikrə problem yoxdur. Baş Qafqaz silsiləsində sürüşmə prosesləri dediyimiz kimi bəli, Böyük Qafqazda kifayət qədər müşahidə edilə bilir. 5-ə baxaq. Murovdağ silsiləsində denudasiya olar, akkumulyasiya olmaz. Ona görə 5-i götürmürük. Muğan düzü bəli, akkumulyativ düzənliklərdir. Qobustan alçaq dağlığı, dağlıq ərazidir. Ona görə denudasiyon düzənlik ora bilər. Denudasiya prosesi baş verir. O demək deyil, alçaq dağlıqda denudasiya baş vermir. Yəni yüksək dağlıqda denudasiya daha çox baş verir. Amma alçaq dağlıqda da baş verir. Ancaq ovalıqda baş vermir. Ovalıqda akkumulyasiya baş verir. Aydındır. Yan silsilədə bəli, sürüşmə baş verir. Ona görə 6-nı da götürürük. Növbəti 41-ci sualımıza baxaq. Nə istəyir bizdən? Akkumulyasiya, denudasiya. Yəni toplanan ovalıqlar, yerdə qalan hissələrə isə dağlıq əraziləri seçməliyik. Baxaq. Qarabağ vulkanik yaylası yüksək ərazidir, denudasiya aid ola bilər, ona görə 2-yə götürürük. Samur Dəvətçi ovalığı akkumulyativ düzənlikdir. Salyan düzü həmçinin çökək ərazilər akkumulyasiya. Yan silsilə denudasiya, çünki yüksək ərazidir. Muğan düzü çökək ərazidir, akkumulyasiya. Bax yoldaşlar, bir də deyirəm. Çökəklik, ovalıqlar akkumulyativ düzənliklərdir. Misal üçün ölkəmizdə mən deyim də akkumulyativ düzənliklər ən çox hardadır. Bax, Lənkəran ovalığı, Salyan düzü, Cənub-Şərqi Şirvan düzü, Mil düzü, Muğan düzü, Mil düzü, Şirvan düzü, Samur Dəvətçi ovalığı, Qanı Xəyri çay. Aydındır, bax bu ərazilər akkumulyasiya prosesləri üstündür. Yerdə qalan əsas ərazilərimizdə isə ümumiyyətlə denudasiya üstünü təşkil edir. Baxaq, eyni tiplidir. Küraraz ovalığı, ovalıq olduğu üçün akkumulyasiya, eynən Lənkəran ovalığı, yan silsilə dağlıqdır, denudasiya. Murovdağ silsiləsi dağdırsa denudasiya. Samur Dəvətçi ovalığı, akkumulyasiya. Bu da sonuncu sualımız. Diqqətinizə görə çox sağ olun. Təşəkkürlər.